Aşıq Zülfiyə İbadova boşanma iddialarına sərt reaksiya verdi. Belə sözləri yazmaq böyük səhvdir. Tanınmış aşıq Zülfiyə İbadova həyat yoldaşı ilə ayrılması barədə yayılan iddialara kəskin münasibət bildirib. Demokrat Azın məlumatına görə qalmaqala səbəb olan məsələ Günə Uğurla verilişində səsləndirilən sualdan sonra gündəmə gəlib. Veriliş zamanı müğənni Rəvan Qarayev aşığa ünvanladığı həyat yoldaşınızla nə vaxtsa boşanma həddinə gəlib çıxmısınız sualı ilə Zülfiyəni əsəbləşdirib. Bu sual sənətçidə ciddi narazılıq yaradıb və o iddiaların əsassız olduğunu açıq şəkildə dilə gətirib. Zülfiyə İbadova bildirib ki, onu harada görüblərsə, həyat yoldaşı hər zaman yanında olub və ailəsi ilə bağlı bu cür şayələrin yayılması doğru deyil. Rəvan məni harada görübsə, yoldaşım yanımda olub. Belə bir şeyi yazmaq düzgün deyil. Bu böyük səhvdir. Belə bir hal heç vaxt olmayıb, deyə aşıq vurğulayıb. Sənətçi ailə münasibətlərinə də aydınlıq gətirərək qeyd edib ki, həyat yoldaşı ilə indiyədək cəmi 3 gün küslü olub. Bu da oğlumuz Babəkin üstündə olub. Hər ailədə xırda anlaşılmazlıqlar ola bilər, amma bunu boşanma kimi təqdim etmək tamamilə yanlışdır, deyə o əlavə edib. Aşıq Zülfiyə ailə dəyərlərinin onun üçün hər şeydən üstün olduğunu bildirib və ictimai şəxslər haqqında təsdiqlənməmiş məlumatların yayılmasının insanların şəxsi həyatına mənfi təsir göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə ailəsi ilə bağlı yayılan bu cür söz-söhbətlər həm onu, həm də yaxınlarını narahat edir.